Bugünkü gündə buradaki müsəlmanların çoxsu murciaların, avamların mı deyim, ümumiyyətlə şirkə küfrə düşən insanların avam olduğu məsələsində və onların bu avamçılıqlarını, cahilliklərini üzür görüb, yəni təkfirində dururlar. Xüsusilə də murciaların arxasınca, öndərlərin arxasınca təzə gəlib, təzə dediyib, bu cürə üzürlər, bahanələr getirməklə həmin onların arxasınca gedən kör-körane təqlidçiləri təkfirində dururlar. Bu məsələ barəsində inşallah. Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillahi və ba'd. Deməli, dinin əslinə müxalif olan şeylərdə bir insanın təqlid edib etməməsi şəriətlə üzürdümü, üzür deyilmi? Dinin əsli dedikdə tövhid qəsd edilir. Dinin əslinə müxalif olan şeylər dedikdə əsas birinci şirkdir ki, tövhidə ən birinci zidd olan şey şirkdir. Allah Subhanahu taala'dan başqasına ibadət. Dinin əslində cəhalət üzür deyil. Dinin əslində cəhalət üzür deyil. İmam Qərrafi Əl-Maliki rahimehullah Tənqihül Usul adlı kitabın şərhində deyir ki, وَذَٰلِكَ لِأَنَّ اللّٰهَ لَمْ يُعَذِّرْهُ بِالْجَهْلِ فِي أُصُولُ الدِّينِ إِجْمَاعًا. Bu onun üçündür ki, Allah Subhanahu wa Taala insanı dinin usulunda cəhalətlə üzürlü hesab etməmişdir. Və bunda icma var. Sonda buyurur ki, icmaən. Dinin usulu, dinin əsli dedikdə, insanın burada cəhaləti üzür deyil. Dinin əsli dedikdə nə qəsd edilir? Şeyxülislam Muhammed ibn Abdülvahhab rahiməhullah Asluddinul İslam və qaidatuhu əmrən, İslam dininin əsli və iki qaydası adlı kiçik bir risalədə İslam dininin əslinə tərif verir. Buyurur ki, Asluddinul İslam və qaidatuhu əl-əmrən, İslam dininin əsli və iki əsas qaydası. Birinci, əl-əmrul əvvəl, əl-əmru bi ibadətilləhi təalə vəhdəhu lə şərikələ. Birinci, Allah Subhanahu taalaya şirki tərk edərək ibadət etmək və təhridu alə zəlik, təşviq etmək buna və l-müvalatu fihi, bunun üzərində dostluq etmək və təkfiru mən tərəkəhu, və bunu tərk edənləri təkfir etmək, yəni tövhidi tərk edənləri təkfir etmək. Və l-əmru səni, ikinci qayda, dinin əslinin ikinci hissəsi, əl-inzəru anişşirki fi ibadətilləhi təalə, Allah Subhanahu wa Taala'nın ibadətində şirkdən çəkindirmək və təqlidu fi zəlik, bunda sərt olmaq və l-muadətu fihi, bunun üzərində düşmənçilik etmək və təkfiru mən fəaləhu, və bunu işləyənləri təkfir etmək, yəni şirk işləyənləri təkfir etmək. Bu dinin əslidir. Və bu dinin əslində zikr edilən şeylər Allah Subhanahu wa Taala'nın bir ayətində mövcuddur. O ayət də Mümtəhina surəsinin 4-cü ayəti. Allah Subhanahu wa Taala buyurur ki, "Qad kanat lakum uswatun hasanatun fi İbrahim vellezina ma'ahu." İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. İbrahim əleyhissalam, onunla birlikdə olanlar, təfsirçilər deyirlər ki, zürriyyətindən olan nəbilər, rəsullar. İz qalu li qavmihim, onlar öz qövmlərinə dedilər, yəni peyğəmbərlər, başda İbrahim əleyhissalam olmağına. İnna bura'u minkum, biz sizdən bəriyik, müşriklərdən. Və mimmə ta'buduna min dunillahi, Allahdan başqa ibadət etdiklərinizdən də bəriyik, yəni tağutlardan, ilahlardan, yəni şirkdən. Və kəfərnə bikum, sizi təkfir etdik. Yəni şirk işləyənləri, müşrikləri. Bütün peyğəmbərlər belə xitab edib qövmünə. Və bədəə beynənə və beynəkumul ədavəti vəl-bəğdəu əbədən, və sizinlə bizim aramızda əbədiyyən ədavət, düşmənçilik və buğz, nifrət yarandı. Hətta tu'minu billahi vahdə, tək Allaha iman gətirincəyə qədər. Əsildə Muhammed ibn Abdülvahhabın zikr etdiyi şeylər, bu bir ayətin içərisində hamısı var. Bu dinin əslidir. İnsan bundan müsəlman olur. Bunda insanın bilməməzliyi insana bu dünya əhkamlarında üzür deyil. İnsan bunu bilmirsə, necə müsəlman ola bilər? İnsan namazın qılınmasını bilməsə, namaz qıla bilər?
İnsan orucun tutulmasını bilməsə oruç tuta bilər? Yox. Bu dinin əslidir. İnsan bunu bilməsə, bunun əhli necə adlandırıla bilər? Təbii ki, adlandıra bilməz. Bunda insan cəhaləti üzr deyil. Və insanın bunda cəhaləti üzr deyilsə, deməli, insanın bu şeydə təqlidi də, təvili də üzr deyil. Çünki bu üzrlər bir insanın cahilliklə üzrlü olması və yaxud da hər hansı bir şey, dindən olan bir şey təvil etməsi. Təvillə cahilliyin fərqi nədədir? Cahillik bir insan bir şeyi əgər bilmirsə, ona cahillik deyilir. Təvil isə insanın bir şeyi bilib ancaq səhv anlamasına, hər hansı bir şəri hökmü doğru yerinə qoymamasına deyilir. Bənzər şeylərdir, ancaq həmçində fərqli şeylərdir. Təqlid isə birisinin dəlilsiz, başqa birisinin sözünə və yaxud da hökmünə tabi olmasına deyilir. Bunlar bənzər şeylərdir. Təqliddir, cahillikdir. Həmçinin cahillik, təvil və təqlid. Üçü də bənzər şeylərdir. Əgər bunun birisi üzr deyilsə, digər də üzr deyil. Deməli, dinin əslində insan cahilliklə, bilməməzliklə üzrlü deyilsə, deməli, təvillə də üzrlü deyil. Təqlidlə də üzrlü deyil. Allah subhanahu wa ta'ala buyurur ki: "Və iz əxədə rabbuka min bani Adəm min zuhurihim zurriyyətəhum və əşhədəhum alə ənfusihim ələstu bi rabbikum qalu bələ şəhidnə ən təqulu yevməl qiyamə innə kunna ən hədə qafilin." Sənin Rəbbin bir zaman Adəm evladının belindən gələnləri çıxartdı, onları bir-birinə şahid etdi və dedi ki, sizin Rəbbiniz deyilənmi? Dedilər ki, bəli, və biz bunu ona görə etdik ki, qiyamət günü deməyəsiniz ki, bilmirdik. İnnə kunna ən hədə qafilin, qafil idik. Üzr deyil. Deməli, Allah subhanət hala bunu ona görə edib ki, insan deməsin ki, bilmirdi. Əv təqulu innəmə əşrəkə əbəunə min qablinə və kunnə zurriyyətən min bədihim. Və yaxud da deməyəsiniz ki, atalarımız şirk edirdi. Biz onlardan sonra gələn onların zürriyyəti idi ki, onlara tabi olmuşduq. Deməli, təqlid özür deyil bu ayətə görə. Cəhalət özür deyilsə, təqlid özür deyil. Cəhalət əgər üzürdürsə bir şeydə, orada təqlid də özürdür. Həmçinin təvil də özürdür. Bunların üçünün şəriətdə hökmü eynidir. Əgər bir yerdə, məsələn, Allah subhanahu wa ta'alənin isim sifət tövhidində əhl-i sünnətə müxalifət edən bidət firqələri, irca əhli, mu'təzilə, cəhmiyyə, əşşarilər, maturudilər, sufilər, şiyələr və s. Bunlarla əhl-i sünnətin arasında olan ixtilaflı məsələlər, qədər mövzusu, iman mövzusu, əməl imandandır, imandan deyilmi, xaricilərlə böyük günahın tərki, böyük günahın işlədilməsi küfürdürmü, küfür deyilmi, şiyələrlə xilafəti daha layiqli olan kəs kim idi bu məsələ. Əgər bu məsələlərdə, bu elmi nədəri məsələlərdə hər hansı birində cəhalət üzürdürsə, deməli təvil də üzürdür, təqlid də üzürdür. Cəhalət üzür deyilsə, deməli təvillə təqlid də üzür deyil. Dinin açıq məsələlərində təvil üzür deyil. Məsələn, birisi təvil edib yahudilərə müsəlman deyir. Birisi təvil edib deyir ki, məsələn, bütə ibadət eləmək olar. Nəyəsə təvil edib. Üzür deyil. Bir də ki, cəhalət üzür deyil. Ancaq bir yerdəki təvil üzürdür və yaxud da cəhalət üzürdür, deməli, cəhalət üzürdürsə, təvil də üzürdür. Təvil üzürdürsə, deməli, cəhalət üzürdür. Məsələn, Allah subhanət hala ayətdə buyurur ki, bəl yədəhu məbsutətən, Allahın iki əl açıqdır. Əhl-i sünnətə mənsub olan, özünü əhl-i sünnət kimi tanıdan, əşşarilər, maturidilər, Allah subhanət halanın Quran və sünnətdə özü ilə bağlı dediyi isim sifətlərin çoxsunu inkar edirlər. İsimlərin, sifətlərin əksəriyyətini inkar edirlər. Məsələn, Allah subhanət hala ayətdə bildirir ki, Allahın iki əl açıqdır. Onlar deyirlər ki, Allahın əli, yəni Allah subhanət halanın qüdrəti. Quran və sünnət nə qədər Allah subhanət halanın qüdrət sifəti ilə bağlı olan, qadir ismi ilə bağlı olan nə qədər ayətlər varsa, deyirlər bu ayətlər bunu təxsis edir. Əli, yəni əli qüdrəti deməkdir. Ancaq kim bu düşüncədə olarsa, bu cür inanarsa bir müsəlman, bu cür təvil edərsə, ona təşkir hökmü verilməz. Ancaq rafizi təfsirçiləri deyirlər ki, Allahın iki əli açıqdır, yəni Allahın iki əli, bir əli Hüseyndir, bir əli Həsəndir.
Bu təvil keçərli deyil, bu açıq məsələdir. Yəni, bunların bunu təvil etməkdə Quran və sünnətdə heç bir dəlilləri yoxdur. Burada isə təvil keçərli deyil. Həmçinin cəhalət də keçərli deyil. Dinin əslində insanın təqlid etməsi, kör-körənə kiməsə tabi olması onun üçün nədir? Üzür deyil. Həm dünya əhkamında, həm də axirət əhkamında. Quran-ı Kərimdə Allah Subhanahu wa Ta'ala Qasas surəsində buyurur ki, İnnə fir'əvnə və həmənə və cunudəhu məkənu xati'in. Həqiqətən Firon da, Haman da, əskərləri də xatakar idi. Firon, Haman. Bunlar təqlid edilənlər idi, tabi olunanlar idi. Əskərlər isə kimlər idi? Zəlil vəziyyətdə, qorxudan tabi olanlar idi. Ancaq Allah Subhanahu wa Ta'ala ayətdə hər ikisinə nə deyir? Firon da, Haman da, əskərlər də xatakar idilər. Çünki əskərlərin də tabi olduğu şey nə idi? Küfür idi. Həmən küfür nə idi? Firon ilahlıq iddiasında idi. Tabi olanlara da Allah Subhanahu wa Ta'ala nə deyir? Xatakar deyir. Ahirət hökmünə gəldikdə, Allah Subhanahu wa Ta'ala ayətdə bildirir ki, وَإِذْ تَبَرَّأَ الَّذ۪ينَ اِتُّبِعُوا مِنَ الَّذ۪ينَ اِتَّبَعُوا وَرَأَوُوا الْعَذَابِ وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابِ O zaman ki, tabi olunanlar tabi olanlarla hər ikisi, bunlar bir-birindən aralanacaqlar və əzabı görəcəklər. Aralarında olan bütün səbəblər qopacaq. Ayətdə Allah Subhanahu wa Ta'ala bilir ki, cəhənnəmdə küfür öndərlərinə tabi olanlar Allah Subhanahu wa Ta'ala dua edəcəklər ki, bunların əzabını 2 qat et. Təfsirçilər deyirlər ki, Allah Subhanahu wa Ta'ala tabi olanların ikisini cəhənnəmdə zikr edir. İbn-i Qeyyim rahiməhullah Əhkam-ı Əhl-i Zimmədə 17-ci təbəqə küfür öndərlərinə təqlid edənlər, tabi olanlar, hökmü onların hökmündədir. Bu məsələdə ixtilaf yoxdur. Dinin əslində kim şirkə, küfrə tabi olubsa, təqlid nəticəsində həmən tabi olan kəssə, tabi olduğu kəsin hökmündədir. Bunda ixtilaf yoxdur. Əgər birisi şirkə dəvət edirsə, birisi də ona elmsiz, bəsirətsiz şəkildə tabi olursa, deməli adam şirkə tabi olur. Şirkə tabi olursa, tabi olan kəssə müşrikdir. Təqlidi onun üçün üzür deyil. Dinin əsli məsələlərində. Misal olaraq, məsələn, bir rafizi xətibi öz dəvətini edir. Etiqad nədən ibarətdir? Quran təhrif edilib. Allah Rəsulundan sonra sahabənin əksəriyyəti mürtəd olub. Ayşə zinakardır. Nəuzu billah. 12 imam bütün peyğəmbərlərdən üstündür. Və sahabələrə lənətləyir. Onu qulaq asan adam, ona tabi olan insan, onun dediyi o şeyə, lənətə əmin deyən kəsə onun hökmündə olan bir kafirdir. Çünki bu rafidinin dəvət etdiyi bu şeylər dinin əslinə bağlı olan məsələlərdir. Burada Quran inkar edilir. Burada Allah Subhanahu Taala'nın xeyirli toplum adlandırdığı cənnət vəd etdiyi sahabə qövmünə küfr hökmü verilir. Burada etiqad edilir ki, peyğəmbərlərdən də üstün insanlar var. Küfürdür. Burada şirkət dəvət edilir. Əhl-i beytə ibadətə dəvət edilir. Buna tabi olan insan da kafirdir. İrca məzhəbindən olan birisi irca fikirlərinə, müasir murciə məzhəbinin dəvətçiləri irca fikrinə dəvət edir. Məsələn, deyir ki, şirk edənlər müsəlmandır. Şirk edənlərə müşrik deyənlər xaricidir. Cihad yer üzərində yoxdur. Şəriətlə hökm verməyənlərə bizim itaat etməyimiz vacibdir. Bunlar dinin əslinə bağlı olan məsələlərdir. Bu adam özünə sələfi də desə, əhl-i sünnət də desə, dəvət etdiyi şey şirkdir. İnsana dəvət edir ki, insan hər hansı bir şirk qurumuna tabi olsun. Əgər birisi çıxıb minbərdən desə ki, gəlin qəbrə tavaf edin, qurban kəsin. Bu adamın hökmü nə olar? Şirkə dəvət edir. Başqa birisi qəbrə ibadətə çağırmır, deyir ki, gəlin şəriətdən olmayan bir nizama tabi olun.
Bunların arasında heç bir fərq yoxdur. İkisi də eyni şeydir. Sadəcə olaraq birisi qəbr ibadətinə çağırır, birisi itaətdə şirkə çağırır. Ona tabi olan onun kimi müşrikdir. Və allansa, ona səhv dəlillər gətirsə, təvil olaraq, təvil də onun üçün üzr deyil. Çünki bu dinin əsli məsələsidir. Burada təvil keçərli deyil. Dinin əslində şirkə tabi olan insan tabi olduğu şeyə görə müşrikdir. Tövbə surəsinin 31-ci ayəti də buna dəlildir. Tövbə surəsinin 31-ci ayətində nə deyir Allah Subhanahu taala? İttəxəzu ruhbanəhum. Onlar öz alimlərini və rahiblərini, Məryəm oğlu Məsih özlərini ilah etdilər. Halbuki onlara əmr edilmiş tək Allah'a ibadət etsinlər. Subhanahu və Teala əmmə yüşrikun. Allah onların etdiyi şirkdən uzadı, nöqsansızdır. Allah Rəsulü bu ayəti oxuduqda Adi bin Hətim adında xristiyan olan, yəni İslamı qəbul etməyən sahabə Səhiyyədə sıvı dedi ki, biz onlara ibadət etmirdik. Allah Rəsulü nə dedi? Onlar sizə Allahın haramlarını halal, halallarını haram edirdilər. Siz onlara tabi olurdunuz. Adi bin Hətim deyir ki, bəli. Allah Rəsulü nə deyir cavabında? Tilkə ibadətuhum. Bu sizin onlara ibadətinizdir. Kör-körənə tabi olurdular. İnsanlar xristiyan vaxtı, hahamlar, rahiblər deyirlər, Allahın bu halalları haramdır, bu haramları. Bunlar da bir nəzər, elm, bəsirət olmadan tabi olurdular. Eşitdikdə bunu xristiyan halında olan sahabə Allah Rəsulü nə dedi? Dedi ki, lesnə nə'buduhum. Biz onlara ibadət etmirdik. Allah Rəsulü nə dedi cavabında? Onlar sizə haramları halal, halalları haram edirdilər. Siz də itaat edirdiniz, tabi olurdunuz. Adi bin Hətim dedikdə ki, bəli, Allah Rəsulü bu tilkə ibadətuhum. Və bu dəlildir ki, haram halal məsələsində kiməsə tabi olmaq, elmsiz və təqlid halında ona tabi olmaq, onun haram dediyinə haram demək, onun halal dediyinə haram demək, bu nədir? Bu ibadətdir. Və sahibini də kafir edir. Dinin əslində insan şirkə, küfrə, dostla düşmən məsələlərində dəlilsiz şəkildə kimə tabi olursa, yəni təqlid edirsə, təqlid nə deyilir? Təqlid ərəb dilində qallədə yuqallidu feilinin məsələri təqlid. Mənası insanın boynuna hər hansı bir ipi salırsan, ona təqlid deyilir. Şəriətə gəldikdə isə şəriətdə təqlid bir kəsin hüccətsiz sözünü götürüb və yaxud da hökmünü götürüb əməl etməyə təqlid deyilir. Dinin usulunda haramdır. Nəyə tabi olmuşsan, nəyə təqlid eləmisənsə, onun hökmündəsən. Dinin təfərrüatında 4 məzhəb var. Hənəfi, Şafii, Məliki məzhəbi. Bu məzhəblərdə insanın həyatında, müsəlmanın yaşayışında təharət babından başlayaraq ta ticarət, sülh, cihad babına qədər fiqdə bütün bablara əhatə edən alimlərin fətvalarıdır, görüşləridir. Burada aciz olan bir insan üçün təqlid etmək şərən caizdir. Allah Subhanahu taala buyurur ki, "Fəsəlu əhlə zikrin kuntum la ta'lamun." Bilmirsinizsə zikr əhlindən soruşun. Burada təqlid caizdir. İnsanı kafir etməz. Çünki insanların hər biri dini ilə bağlı olan bütün məsələləri dəlli ilə öyrənmək iqtidarında deyil, qadir deyil. İnsandan çoxsu elmi əldə etməkdən, onu anlamaqdan acizdir. Əhl-i sünnətin elmdə imamları var. İmam Əhməd ibn Həmbəl, İmam Məlik bin Ənəs, İshaq bin Rahavey, Sufyan Savri, Şeyxülislam ibn Teymiyyə, İbn Həcər Əsqəlani və s. Bunlar elmlə, ixlasla, təqva ilə bu dünyada yaşayıb və özlərini bu dünyadan getdikdən sonra əhl-i sünnət üçün bir nümunəvi imamlar kimi elmdə qalıblar. Dini məsələlərdə müsəlmanın dinin təfərrüatından olan məsələlərdə bunlara tabi olması bu insanı küfrə salmır. Təqlidin haram olduğu yer haradır? Dinin əslində insanın təqlid nəticəsində və yaxud da təvil nəticəsində şirkə tabi olması, küfrə tabi olması insanı kafir, müşrik olmaqdan nə etmir? Azad etmir. Dinin əslində təqlid üzür deyil. İnsana üzür deyil. İnsan şirki təqlid edirsə müşrikdir. İnsanın öndəri insana deyirsə ki, yəni müşriklərə müsəlman deyir, o da ona tabi olursa və yaxud da
Yahudilər bizim düşmənimiz deyil. Buna tabi olan insan da təbii ki, həmən küfür hökmündədir. Dinin əslində təqlid, təvil və cəhalət nədir? Üzr deyil. Şeyxülislam Abdullah bin Abdurrahman Əbu Bətin Nəcidin muftisi olub. Əl-İntisar li hizbillahil muvahhidin və raddu alə mən yücadil anil müşrikin adında risaləsində deyir ki, Allah subhanahu wa ta'ala buyurur ki, İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma duna zalika limen yasha. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını heç kimə bağışlamır. Bundan aşağı olan günahları isə istədiyi kəsə bağışlayır. Və mən yüşrik billahi fəqət hərramallahu aleyhil cənnə və mə'vəhun nərə və məli zaliminə minə ənfar. Şübhəsiz ki, kim Allaha şərik qoşarsa, Allah ona cənnəti haram etmişdir. Onun yeri cəhənnəmdir və zalimların heç bir köməkçisi yoxdur. Bu iki ayəti zikr etdikdən sonra Şeyxülislam Əbu Bətin rahiməhullah buyurur ki, və mən xassə həzəl vəid bil-muanid fəqat fəəxrəcə əl-mütəəvvil vəl-müqallid vəl-cahil min həzəl vəid fəqət şəqqə Allah və rasuləhu fəxarəcə ən səbilil müminin. Kim bu Allahın şirkdəki təhdidini məxsus edər, xas edər, yalnız hüccət çatan muanidə, inadkara və buradan bu şirkin təhdidinin içərisindən cahili, təqlidçini və təvil edəni çıxardarsa, bunu edən adam Allah və Rəsuluna qarşı çıxıb və möminlərin yoluna çıxmış kəsdir. Subhanək Allahım və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və ətubu ileyk. Allah razı olsun qardaş.